Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləyirik. Bu sözləri İranın Xarici İşlər Naziri Seyid Abbas Araqçı deyib. Gündəm xəbərin efirində 8 dekabr tarixidir və bir xəbər diqqətinizə çatdırırıq. Belə ki, İran mediası məlumat verir ki, bugün İranın Xarici İşlər Naziri Abbas Araqçı Bakıda Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında bölgədə sülh gündəminə dair açıqlama verib. Sayın Araqçı bildirib ki, İran, Azərbaycan və Ermənistan sülh prosesini dəstəkləyir və alqışlayır. O, regional əməkdaşlığı hədəfləyən 3+3 platformasının əhəmiyyətini xüsusi olaraq vurğulayıb. Nazirin sözlərinə görə, Azərbaycanın növbəti 3+3 formatı görüşünün Bakıda, daha sonra toplantının isə İrəvanda keçirilməsi ilə bağlı irəli sürdüyü təklif konstruktiv təşəbbüsdür. Bu təklifi dəstəkləyirik və hesab eləyirik ki, həmin addım 3+3 mexanizmini gücləndirə və onu daha da effektiv edə bilər, deyə nazir açıqlamasında bildirib.